Tamam. Demək xoş gördün Nihat bəy. Saat quşağın sual cavab edirdik səndən günləri. Demənə görüm hələ sən. Bir saatımız neçə dərəcədir? 15 dərəcədir. Nə tər tapdın bir saatımız 15 dərəcədir? 60 böldü 24 saatlar. Çünki bir gün 60 dərəcə öz ətrafında dönür yer kürəsi. O da 24 saata dönür. Böyle 24 saata tapdıq ki, bir saatımız 15 dərəcədir. Bəs yaxşı, demənə görüm 15 dərəcəmiz neçə dəqiqədir? 15 dərəcəmiz 60 dəqiqə. Aha, bəs 1 dərəcəmiz neçə 1 dəqiqədir? dərəcəmiz 40 dəqiqə. Biraz uzadın deyə səsin 1 dərəcəmiz 4 dəqiqədir. O ay olmuş, 1 dərəcəmiz 4 dəqiqə. Desəm ki, 3 dərəcə neçə dəqiqədir, nə deyəsən? 3 dərəcə 2 vuracaq 4-də 12 dəqiqə. 12 dəqiqə. Bəs desəm ki, 20 dəqiqəmiz neçə dərəcədir? 20 dəqiqə böləcək 4-də eləcək 5 dərəcə. 5 dərəcə, afərin. Bəs yaxşı, desəm ki, 3 saatımız neçə dərəcədir? 3 saat 3 vurulsun 15 bərabər 45. Ay malades. Bəs yaxşı, desəm ki, 75 dərəcəmiz neçə saatdır? 75-i vuracaq 4-də və yaxud da 15-i də bölə bilər, ya da eləcək 5 saat. 5 saat, ay sür. 4-də də vuranda eləyir neçə? 300 dəqiqə edir. 300 dəqiqə. Tamam. Buraları bilirsən. Neçə dənə saat quşağı var? 24 dənə saat. Başlanğıc və sonuncu saat quşağı hansıdır? 0. Sual versəm ki, sənə, demənə görüm hələ. Sırf şərq yarımkürəsində qalan saat quşaqları hansılar? Sırf şərq 1-11. 1-11. Bəs sırf qərbdə qalan hansıdır? 13. Bəs yaxşı, həm şərqdə, həm qərbdə qalan hansılardır? 0-24, bir də 12. 12. Yeni gün hansı meridiandan hesablanır? 180. 180-cı meridian. Bəs hansı saat quşağından hesablanır desəm? 12-ci saat quşağından hesablanır deyəcək. Aydın oldu, yaxşı dostum. Bəs demənə görüm, 3-cü saat quşağının orta meridianın tapılması, onu nətər taparsan? 3 vuracaq 15 eləcək 45 dərəcə şərq. Bəs desəm, onun kənar meridianları tap, o zaman nə edəcəksən? Həm 7,3 tapılacaq, həm də çıxacaq. 42,5 və yox, deyək, 3-cü saat quşağı 45 52,5 və 37,5. Afərin. Bəs desəm ki, 21-ci saat quşağının orta meridianını tap. Birinci 24-dən 21 çıxacaq, çünki 12-dən böyüdür. 3 vuracaq 15 eləcək 45 dərəcə qərb uzunluğu. Tamamilə doğru. Bəs yaxşı hesablaşma. Yaxşı. Bəs indi sənə desəm ki, 60 dərəcə şərq uzunluğu neçənci saat quşağı onu nətər taparsın? 4-cü saat quşağı, böləcək 15. Yaxşı, bəs 60 qərb uzunluğu neçənci saat? Böləcək 15 eləcək 4, 24-dən çıxacaq. Aha, qərb olanda həmçinin eləyəcəksən? 24-dən çıxacaq. Tamamilə doğrudur, əhsən. Yaxşı, de görüm o hansı meridianlardır ki, onlarda yerli və quşaq vaxtı üst-üstə düşür? 15-ə tam bölünən. Uğur böcəyə salam, nətərsən? Oradan keçin. Hə, 15-ə tam bölünənlər, ya orta meridianlarda yerli və quşaq vaxtı üst-üstə düşür. Yaxşı, bəs səndən soruşsam ki, ay Nihat, demənə görüm, 3-cü saatla 8-ci saatın arasında neçə saat fərq var? 5 saat. Bəs desəm 3-cü saatla 20-ci saatın arasında neçə saat fərq var? 7 saat. Nətər tapdın onu? 24-dən 20 çıxdı. Qərbdəkin sıxıntı, üstünə gəldim. Eləyir neçə? 7 saat eləyir. Aynen. Biri qərb, bir şərq olur. 24-dən qərbdəkin çıxır üstünə şərq. Eyni yarımkürəsi böyükdən kiçik çıxır. Həmin saat eləyir. Dərəcə nə istəsən, eləyəcək? 15-ə vuracaq. Tamamilə doğru dedin, yaxşı dedin, həsənsən. Bu son olan hissədə elə bildim ki, ciddi problemin olmaz. Günəş harada çıxır, harada batır? Günəş şərqdə çıxır. Qərbdə batır. Ona görə şərq istiqamətinə gedəndə vaxtı həmişə neyəcək? Amma qərbə gedəndə neyəcək? Çıxacaq. Tamamilə doğru. 2-3 dənə misal desəm eləyə bilərsən, hə? İlham zəhmət olmasa da sənsi keçir əziyyətlə. Bir dənə əziyyətdir, ağırlıdır, acılıdır. Amma zəhmət olmasa bir dənə hijyen elə. Həyəcanlı deyirsən ki, daha olur, zaman ki, məndən olursan ki, mən olur. Düzdür, yanındasan, bu rəhdə olmaz. Qəbul otuzdan yaza bilərsən, əmin bizlə deyirsən də. Yazmasan burada 3-cü Dünya müharibəsini şeyləri səkləyəcək, toxumları səkləyəcək, başlayacaq inkişaf. Nə olur? 30 da düz yazmasın, yəni 30 yazmışsın, verir. Onun üçün qardaşın baxışın irəli 3 dənə qotur səhvi, neynə versin, bilirdim, baxış neysə anormal şeylər eləyəcək, uşaq deyil, amma sən hələ ki, maşallah dəqiq görsənirsən, kimi görürlər. Yaxşı, tut şöyle öpüyə. Çəkir yordum 50 dərəcə şərq uzunluğu. 50 dərəcə şərq uzunluğu. Yəni burada Bakı yerləşir, da düzdür. Tamam, 40 şimal eyniyinə ehtiyac yoxdur. Bir dənə nöqtə qoyur, yaz Bakı deyək. Bakıda saat hal-hazırda Reski bahalı saatımla baxılır. Reski saatıma baxıram, görürəm ki, saat neçə daha? Görürəm. 5'e qalıb 15 dəqiqə. 5'e qalıb 15 dəqiqə 16:45 deməkdir, elə? Bakıda saat 16:45-dir.
Bu zaman 117 şərq uzunluğunda yerləşən Pekində saat neçədir? 78 qərb uzunluğunda yerləşən New York'da saat neçədir? Bir şərq olsun, bir qərb olsun. Eləyək baxıb görək. Bəli. Tamam. İndi tapaq. Danışa mən ya, neyin gəlsin? Deməli, birinci mənim aralarındakı məsafəni tapacaq. Aha. 117, Aha. 50. Nihat, niyə 117-dən 50 çıxır toplamaz? Çünki eyni yapmışlar. Şərtlədir içində, bəli. Eləyir 67 dərəcə, sənə kömək edəyim. 67 dərəcə. Sonra da 67 dərəcəni vuracam 4-ə və ya 15-ə bölüb 7-də də bölüb. Tamam, vur 4-ə. Eli neçə? 268. Aha, çarı yazılmadım kimdə belə radyo söylüyorsun. Aha, 268 dəqiqə, o nə qədər deməkdir? O da beləcə 60-a 4 saat 28. Ay malabız, 4 saat 28 dəqiqə deməkdir. İndi bu məntəqə Bakıdan 4 saat 28 dəqiqə irəlidir yoxsa geridir? İrəlidə çünki daşır. Şərqləyin, günəşi birinci görür. Ona görə 16:45-dən niyə yiyəcəm? 4-cü sırf toplayacaq. Bəli, topla görün. Topladım. Neçə eləyir? 20-21 elədim onu. Qalan nədir? Deməli 8, 13, 73, 13 eləmi? Deməli saatı toplayanda 20-73 eləyir. Oradan deməli 73'ün 1 saat 60 dəqiqəni qoydu, 20 elədi 21. Qaldı oradan nə? 13'ümüz qaldı. 21, 13. Baxdıq ki, Pekində saat neçədir? 21, 13. Artıq adam axşamda şam yeməkləri yeyiblər, televizorda da baxırlar, elə istirahət edir. Getdik New York'ta baxıb görür, orada nə iş görürlər. Deməli, burada biri... Zoni görəkliyi yiyorlar. Biri qərb yarımkəsində olduğu üçün toplayacaq. Aha, müxtəlif video toplayacağım. 78, 128, qəşəng. Bunu 15'e bölməklə elə, bu izləyiciləri sən 4'ə vurmayla çevirməni görsünlər, həm də 15'e bölməklə. 128'i bölgü 15'e, 8 dəfə. Qala 8 qala. Qala 8, qala 8. 8 saat, 32 dəqiqə. Aralarında fərq olur. İndi nə edəcəyik? İndi daha qərb yerləşdiyi üçün 6:45-dən 8:32 qalacaq. Bəli, çıxıyorum 16:45, 8:32. Bu, yenə bunu söylədirəm. Deməli, New York'da saat neçədir? 18:10. Ay, sonra tıxacda işə tələsir zaman. Yəni, məktəbə, onlardan üzrə 9-un yarısı başlayır. Bizdə 8-də başlayır. Belə yer var 8'də başlayır, belə yer. Məsələn, bizim məktəbdə 9-un yarısı başlayır. Yaxşı, qəşəng, xoşuma gəldi. Bəs yaxşı, Biqavldan sənə bir dənə belə bir sual verir. Üz meridianların cəmi neçə dərəcədir? 180 dərəcə. Deyən neçə saatdır? 12. Yaxşı, desəm 50 dərəcə şərq uzunluğunda 16:45-dir. Bəs 130 qərb uzunluğunda saat neçədir? 16:45-dən 12-ci saat verir. 0:45. İkisində də 5'e qalıb 15 dəqiqə. Amma birində səhər, birində axşam. Aralarında 13 saat fərq var. Düzdür? Tarix eyni olar, yoxsa fərqli olar? Eyni olar. Amma burada 05:45 olsaydı... Məndə bir tarixi günlərdə qalacaq. Ay, geri. O birisində bir gün geri olar. Yaxşı. Bəs bir də belə bir ənənəvi deyil, olmayan bir sualdır. Belə sual verir ki, əgər Bakı Olimpiyadaya düşür də bu. Əgər Bakı 2-ci və 3-cü saat uşaqlarının orta meridianı olardısa 75 dərəcə qərb uzunluğu neçənci saat uşağı? Elə bilərsən mi? 2,5 bərabər bir 50 eləyəcəm. Deməli, ay sor. Bakı 2 ilə 3-cü sərhədlidirsə, ortasıdırsa, 2 ilə 2-ci saat, 3-cü saat uşağının sərhədlidirsə, deməli 50 dərəcə olur neçə saat? 2,5. Tamam, yaz 50 dərəcə 2,5 saatdir. Aha, 1 saatimizi tapaq. X 20 tapdın, gəldim 2,5 20. Tapdın ki 1 saatimiz neçə dərəcə? Neçə dərəcə saat uşaq olacaq bu zaman? 18'den saat. Mən səndən soruşdum 75 qərb uzunluğu neçən saat uşaq? 75-i böləcək 20-yə. 3 düşdü, qalın 15 elədi. Bəli, qalın 15 elədi üçün bir dənə gələcək. Çünki ondan böyük olmalıdır. Aha, bir dənə gəldi, oldu 4. Sonra nə var? Sonra 18-dən də çıxacaq. Ay malız, 24'dən yox ha. Çünki saat uşaqlarımız 18'də tamamlandı. 18'dən çıxacaq 4'ü eləcə neçə? 14'ün saat uşaq. Məsələlərdən nə təsən günəşin düşmə olacağında? Zenit demək nə demək? 90 dərəcə. Güneş bir məntəqədə zenitdə olanda həm məntəqədə cismi kölgəsi
Tamam, yaxşı. Bir dənə buranı sil. Silgimiz orada. Ərzanlanma, rahat ol. Ağaçla. Bir dənə sil, iki dənə bundan deyim. Görün bir şey yaza biləcəm. Yorulursan Ərzan. Yorulanda yenə. Keç görüm, niyə geçirsən? Yağmurçuluq, keç yerinə. Yaxşı. Deməli neyinik? Çəkirik 40 dərəcə şimal edirik. Götürə bilirsən Ərzan. Hə. 40 dərəcə şimal edirik, tamam. Yazıram ki, günəşin düşmə bucağı 40 dərəcə şimal edirik. 65 dərəcədir. 65 dərəcədirsə Sən yazı yaz, 65 dərəcəni yazar, səsəbləşmə. Birinci sualım budur. Deyir görüm, 60 şimal edirik günəş hansı bucaqdan düşər 60 şimal edirik. Çəkə 60 şimal edirik. Neçə dərəcə fərq var arasında? Arada 20 dərəcə fərq var. Aha. Ona görə 20 dərəcə daha az. Az düşəcək. Günəşdə 20 dərəcə rütbə gedir və soyuyor. Düstur zad eləmir. Düstur lazımız deyil. Tamam. Azad görməyəcək. 45 dərəcə. Tamamilə doğru. Bəs yaxşı. Soruşsam 30 şimal enliyinə neçə dərəcə bucaqdan düşür? Ona nə deyəsən? 10 dərəcə artıracaq, o dərəcə 65. 75. Deməli, 30 şimal enliyi olanda 40-dan 10 dərəcə günəşə tərəf daha da yaxınlaşacaq. Aradakı məsafə 10, 70. Bəs soruşsam ki, aynı ha, günəş harda zenitdədir, o zaman ne deyəsən? 15 dərəcə şimal enliyi. Nə fərq var? Aynı. Çünki mən buradan... Çək, danışa, yaxşı, hə. X niyə qoydun ora, bilmirsən? Yox. Bəli, aha, X hansı bucaqdan düşür? 90 dərəcə. Tamam, 90 dərəcə düşürsə. 90 yolda nə qədər xərcləyir? 15 dərəcə. Aha, 15'in gelip yolda ərədiyib. 15 ya 30'dan 15 gələndə. 15 şimal. Ay malız. Ay nə olur? Qəşəng. İndi bir qafıldan bu sualı verirəm. Görün bunun çatarım mən cavab verməyəm. Amma yolunu demişdim illah qaba. Demənə görün. 72 dərəcə şimal enliyində bütün gündüzləri başlayan vaxt. Günəş Bakıya hansı bucaqdan düşür? Qütb gündüzlər başlayır, 90-dan çıxır 72-nə, deməli 18 dərəcə şimal enliyində. Deməli, gün gündüzü başlayan vaxt deyirsə, eyni yarımkürədə cəmi 90. Gecəsi deyirsə? Gecəsi deyirsə, fərqli yarar. Əks yarımkürədə 18 gün cənubda. Gecə deyəndə 18 cənubda olacaq. Gündüz deyirəm 18 şimalda, Bakı ilə 40-dan 18-in arası. 22, 90-dan 22, 68. Çək görünmür. Əksən, tam qaz, yəni irəli getmək lazımdır, zəifəm olmaq. İnşallah qəbul nəticədə çəkib yoldaşlarla paylaşarıq. 30 yazmaq lazımdır, bir adı eləmə bizi. Təşəkkür edirəm sənə.